Öz övladlarını dilənməyə və gül satmağa məcbur edən valideynlər saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları Baş Prokurorluqla birgə keçirdikləri xüsusi əməliyyat nəticəsində azyaşlıların insan alverində ittiham olunan 3 nəfəri saxlayıblar. Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var. İstintaqın məlumatına görə şübhəlilər maddi gəlir əldə etmək məqsədi ilə xüsusi plan hazırlayaraq bu cinayətə öz azyaşlı övladlarını cəlb ediblər. Araşdırma zamanı müəyyən edilib ki, valideynlər uşaqları psixoloji təzyiq altında Batuminin turistik məkanlarında və digər ərazilərində dilənməyə, həmçinin gül satmağa məcbur ediblər. Uşaqların qazandığı pulları isə onların valideynləri tərəfindən mənimsənilib. Hazırda zərər çəkmiş azyaşlılar dövlət himayəsində olan xüsusi mərkəzlərə yerləşdirilib. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin insan alveri ilə bağlı 143-cü maddəsinin 2-ci və 3-cü hissələri üzrə istintaq aparılır. Bu maddə təqsirləndirilən şəxslər üçün 17 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.